Futbola sevgimin yaranmasının əsas rollarından biri, yəni qardaşım olubdu. 3 yaşımdan bəri, yəni futbollara baxırdıq biz, futbol yarışlarına gedirdik, oynayırdıq, oradan yaranıb futbol sevgim. Düzünü desəm, yəni futbolda mənə belə maneçilik törədən olmayıb, amma ətraf çevrədən futbola başlayanda deyiblər ki, qız nədir, futbol nədir, amma belə yəni qabağıma alacaq qədər, yəni maneçilik törədən olmayıbdı. Futbola başlamağım Balxırma Balakən klubunda başlamışam mən futbola, yəni hücumçu olaraq başlamışam. İndi də hal-hazırda dirçəlişdə və milli komandada müdafiəçi kimi oynayıram. Futbol yarışlarına baxanda, yəni orada ən sevdiyimiz komanda, yəni Chelsea-nin futbol klubu idi. Orada ən sevdiyimiz o favorit oyunçumuz da Eden Hazard idi. Futbol meydançasında ən sevdiyim amillərdən biri də odur ki, mübarizə aparmaq, rəqabət olsun meydançada, ən əsası da axıra kimi oynamaq. Bir də təbii ki də yəni qol vurmaq və o qolu qardaşıma həsr eləmək. Qadın futboluna dəyişmək istədiyim əsas rollardan biri də odur ki, yəni insanların qadın futboluna olan düşüncəsi, baxış tərzi. Yəni buradan bizim yaşımızda olan, bizdən balaca olan qızlara da demək istəyirəm ki, yəni qabağınıza çox çətinliklər çıxacaq. O çətinliklərə baxmayaraq həmişə yəni xəyallarınızın arxasınca gedin, xəyallarınızı reallaşdırmağa çalışın. Məktəbdə kola yarışları olmuşdu. Mən də o yarışlara qoşuldum. Elə o vaxtdan futbolu sevdim. Mən futbola Zaqatala PFK komandasından başladım. Çətinliklər oldu, danışıqlar oldu. Qız nədir, futbol nədir, futbola getmək, ailədə problem zad oldu. Amma yenə də yəni mən öz məqsədimdən, öz yolumdan dönmədim, davam elədim. Dirçəliş komandasında sağ cinah müdafiəçisi oynayıram. Komandamdan da razıyam, komanda yoldaşlarımdan da çox yaxşı anlaşa bilirik. Arzum budur ki, gələcəkdə tanınmış bir futbolçu olum və ölkəmi xaricdə təmsil edim. İlk oyunda birinci futbola başlayanda, yarışım Ağcabədi ilə olanda o oyunda 3 qol vurdum. Elə ondan sonra biraz da maraq atdı futbola. Oyun görmənəcək, deyir, tavxısını pişirən rəqəmi, tək qızın gedəcək günşün quru. Yəni, da oyun şu anı rəqə xər ən əmər geçirişini, oyun qozu necə həzm bu qumşun quru, hağanca girəşin futbolu.
Bugünkü oyun çox yaxşı keçdi. Komandamı təbrik edirəm. Axıra qədər oynadılar, sona qədər mübarizə apardılar. Layiqincə qələbə qazandıq. İlk futbola başlayanda hücumçu olmaq istəmişdim. Prosto boyum uzundur deyə qapıçı qoymuşdular. Elə də qapıda davam elədim və indi qapıçı olmaqdan çox şadam. Dirçəlişə keçən il gəldim. Burada çox yaxşıdır hər şey. Müəllimlərlə, sonra oyunçularla çox yaxşı anlaşıram. Problemsiz olur hər şey. Çox yaxşıdır komandam. Belə də davam eləmək istəyirəm. Ümumiyyətlə oyun barəsində bunu deyə bilərəm ki, qənaətbəxş oyun oldu. Çox da belə deyim ki, tam razı qalmadım heyətdən, amma hesab baxımından bəli, önə keçdik, hesabı qoruyub saxlaya bildik, ikinci hissə artırdıq hesabı. Amma yenə də daha çox çalışmalıyıq ki, daha yaxşı nəticələr qazanaq. Bugünkü oyun üçün də, qələbə üçün də komandamızı, rəhbərliyi təbrik edirəm. Ardı gəlsin inşallah. Keçən illərim komandamızda demək olar ki, kənardan futbolçularımız daha çox idi. Bu il cəmi iki dənə futbolçumuz var, biri Şəkidən, biri Xaçmazdan. Qalan futbolçularımız, komandamızın demək olar ki, 90%-i öz yerli futbolçularımızdır, öz uşaqlarımızdır. Buna baxmayaraq, komandamız ilk altılıqda qərarlaşıb. Keçən illərim komandamızda demək olar ki, kənardan futbolçularımız daha çox idi. Bu il cəmi iki dənə futbolçumuz var, biri Şəkidən, biri Xaçmazdan. Qalan futbolçularımız, komandamızın demək olar ki, 90%-i öz yerli futbolçularımızdır, öz uşaqlarımızdır. Buna baxmayaraq, komandamız altılıqda qərarlaşıb. Keçən illərim komandamızda demək olar ki, kənardan futbolçularımız daha çox idi. Bu il cəmi iki dənə futbolçumuz var, biri Şəkidən, biri Xaçmazdan. Qalan futbolçularımız, komandamızın demək olar ki, 90%-i öz yerli futbolçularımızdır, öz uşaqlarımızdır. Buna baxmayaraq, komandamız ilk altılıqda qərarlaşıb.